Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada hər il təxminən 15 milyon insan insult keçirir. Onların 30%-ni isə gənc yaşda olan şəxslər təşkil edir. Son illərdə 20-44 yaş arası insanlar arasında insult halları 70% artıb. Bu artımın səbəbləri arasında qeyri-sağlam həyat tərzi, stress, texnologiyaya bağlı yaşamaq, yüksək təzyiq, diabet və zərərli vərdişlər kimi faktorlar yer alır. Siqaretin, enerji içkilərinin aktiv olaraq istifadə olması da demək olar ki, insult riski üçün böyük bir səbəbdir bəlkə. Xüsusən də enerji içkiləri artıq son vaxtlarda çox təəssüflər olsun ki, yeni bir pandemiya deyə düşünürəm mən bunu artıq. Bu enerji içkilərinin insanlar arasında, xüsusən gənclər arasında belə çox istifadə olması və aparılmış araşdırmalar əslində bunu göstərir ki, bu içilən enerji içkiləri birbaşa ürəkdə aritmiya riskini artırır. Əlbəttə, eyni zamanda genetik faktor da önəmlidir. Əgər bir insanın ailəsində insult riski varsa və yaxud da bir ailədə gənc yaşda insult hekayəsi varsa, bu insan yenə risk təşkil edir bu insult üçün. Gənclər bu təhlükənin fərqində olmur. Erkən əlamətlər isə üz əzələlərinin iflici, əllərdə zəiflik, danışıqda qeyri-dəqiqlik, ani baş gicəllənmə olur. Çox vaxt bu hallarla qarşılaşanlar buna ciddi yanaşmır və tibbi yardıma gec müraciət edir. Halbuki insultun ilk saatlarında tibbi müdaxilə həyatla ölüm arasında fərq yaradır. Həkimlərin qızıl saat adlandırdıqları bu müddət həyati vacib hesab olunur. Əlbəttə, eyni zamanda genetik faktor da önəmlidir. Əgər bir insanın ailəsində insult riski varsa və yaxud da bir ailədə gənc yaşda insult hekayəsi varsa, bu insan yenə risk təşkil edir bu insult üçün. Beynin insult keçirən sahəsi, yəni parenximası çox cüzi zədələnir və yaxud da orada tutulan damar çox kiçik şaxəsi olduğuna görə bu zaman heç simptom vermir bəzən bu xəstələrdə. Bu xəstələr isə dediyimiz kimi gizlin şəkildə gedə bilər ki, amma əsas simptomları nədir? Beynin tutulmuş parenximasına uyğun olaraq hər hansı ətrafın bəzən aşağı ətraflarda, bəzən yuxarı ətraflarda, bəzən ola bilər ki, sağ tərəfi, bəzən ola bilər ki, sol tərəfi ətrafların demək olar hissiyatının itməsi, hərəkətinin itməsi, ağız bucağının itməsi, xəstənin danışmasındakı problem, xəstənin yeriməsində problem yarana bilər, xəstədə udqunmada sıxıntı ola bilər. İnsultla mübarizə yalnız tibbi deyil, həm də fərdi məsuliyyət tələb edir. Sağlam gələcək, sağlam vərdişlər əsasında qurulur. Nərmin Səfərli, Azər Nağıyev.